Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək. Qafqaz İnfonun məlumatına görə müğənniyə amnistiya aktı tətbiq olunacaq. Ədliyyə Nazirliyinin probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib. Məhkəmə müraciəti təmin edib. Ağadadaş Ağayev cəzasının çəkilməmiş hissəsindən tam azad edilib. Qeyd edək ki, hadisə 2024-cü il iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı Medera Hospitalın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə xalq artistini döyüb. Binəqədi rayon məhkəməsinin hökmü ilə Ağadadaş Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, Nurəddin Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.